Dünya ehtiyac içində boğulur. Hər yerə baxırsan, fəqr, yoxsulluq göz qabağındadır. Ruznamə oxuyursan belədir, televizyona baxırsan belədir. Çox yerlərdə aclıq doğrudan da bidad edir. Benava uşaqlar doğurulan. Belə dar günlərdə əlbəttə ki, varlı ölkələrin vəzifəsidir ki, bu məmləkətlərə kömək etsinlər. Amma bu mətləb fəqət ölkələr arasında deyil. Məmləkət içində də yoxsul adam çoxdur və yenə də bu məmləkətin varlı adamlarıdır ki, gərək kömək əllərini uzadıb bu adamlara kömək etsinlər. Tanrının yanında əzizlərin bu yaddan çıxmayan bir xidmətdir və insanlar yanında da belə. Amma bu işdə Tanrının məhəki biz insanların məhəki ilə fərq edir. Bu bərnamədə elə bu barədə danışacağım. Qoyun Mərqusun yazdığı İncildən sizin üçün bir qismət oxuyum. Mərqus rəvayətinin 12-ci fəslində belə yazır. İsa xəzinə sandığının qabağında oturub, xalqın necə xəzinəyə pul atdığına baxırdı. Bir çox varlı adamlar çox pul atırdılar. Onlardan sonra bir dul arvad gəlib 2 qara pul sandığa atdı. İsa şagirdlərini yanına çağırıb dedi, doğrusunu sizə deyirəm. Bu dul fağır arvad sandığa pul atanların hamısından çox atdı. Çünki onların hamısı artıqlıqlarından atdılar. Lakin bu arvad kasıblığından bütün varını, bütün atdı. Qoyun İsa'nın olduğu səhnəni siz üçün təsvir edin. Mərqusun dediyi xəzinə sandığı məbədin arvadlar səhnində idi. Burada duvarın qırağında şeypur şəklində 13 qab qoyulmuşdu və ibadət üçün məbədə gələn adamlar pul hədiyyələrini bu qabların içinə atırdılar. İsa'nın burada oturub onlara baxmağı əcib görürüm. Əgərlən mənə belədir. Çünki İsa hər yerə gedirdi, adamlar onun ətrafına yığılıb ondan dərdlərinin çarəsini istəyirdilər. İsa onların naxoşlarına şəfa verirdi. Onların dəlilərindən napaç ruhları qovurdu. Onlara Tanrının sözünü təlim verirdi. Və indi burada görürük ki, İsa sandığın qabağında oturub pul atanlara tamaşa edir. Və necə ki bəllidir də, gördüyündən elə də sevinmir. Varlı adamlar sandığın içinə çox miqdarda pul atırdılar və yəqin ki, məbədin kahinləri onların bu işindən sevinib oynayırmışlar. Lakin İsa belə deyildi. Bunları gördükdə İsa'nın ürəyini qəm basmışdı. Varlı adamların bu işinə baxırdı və ürəyi qəm ilə dolurdu. Nəhayət oraya bir arvad gəldi. Bu arvadın üst başından bəlli idi ki, fağır bir adamdır. Arvad duvarın yanına yaxınlaşır və xəzinənin içinə 2 qara pul atır. Və necə yavaş gəldiyi kimi, elə də yavaş gedir. Bu zamandadır ki, İsa şagirdlərini yanına çağırıb onlara deyir, bu arvad o adamların hamısından çox pul atdı. Mərqusun nəql etdiyi bu kiçik hekayə böyük bir həqiqəti göz qabağına qoyur. Pərverdigarın meyar məhəki
biz insanların meyar məhəki ilə fərq edir. Orada varlı adamlar tarı yolunda çox miqdarda pul hədiyyə verirdilər. Amma bu tarının yanında yazılmırdı. İsa əlbəttə ki, onların nə qədər çox hədiyyə verdiklərini inkar etmirdi. Lakin istəyirdi bunu desin ki, o fağır arvadın hədiyyəsi gərçi insanların gözündə bir şey hesab olunmurdu, amma tarının yanında elə deyil. Tarının gözündə o arvadın o 2 qara pulu o varlı adamların o çox miqdar verdiklərindən daha çox idi. Daha ərzişli idi. Bilirsiniz niyə? Çünki varlı adamlar varlılıqlarından, artıqlıqlarından pərverdigar yolunda pul vermişdilər. Onlar üçün hələ də çox pul var idi. Və bu pul öz yerində daha da çox pul doğurdurdu. Amma o arvadın işi belə deyildi. O tarının sandığına varlılığından atmadı, kasıblığından attı. Möhtac olduğu halda o pulu attı. O pula bəlkə də hamıdan çox o özü möhtacımış. Bəlkə də o pul onun çörək puluymuş. Nə qədər olduğu fərq etməz. Onun var yoxu bu idi. Və onu sandığa atır. İsa o arvadın bu işi haqqında ki, başlayır şagirdlərə danışmağa, doğrudan da şagirdlərin sualına bir cavab idi. Neçə gün qabaq varlı bir adam İsa'nın yanına gəlib ondan soruşmuşdu, Ustad, əbədi həyatı miras almaq üçün nə etməliyəm? İsa ona demişdi, Tanrının əhkamını bilirsən, qətl etmə, zina etmə, oğurluq etmə, ata-anana hörmət et. Varlı adam ona demişdi, Ustad, bunların hamısını uşaqlığımdan riayət edirəm. İsa ona demişdi, get nəyin varsa sat, fağırlar arasında payla ki, göydə böyük bir xəzinən olacaq. Sonra gəl mənə peyrav ol. Adam İsa'nın bu sözünü eşitdikdə qəmgin dönüb getmişdi. Və İsa o zaman şagirdlərə böyük bir həqiqəti demişdi. Dəvənin iynə deşiyindən keçməsi, varlı bir adamın tarının padişahlığına girməsindən daha azdır. İsa'nın bu sözü qabağında şagirdlər mat qalıb soruşmuşdular, bəs əgər belədir, bəs kim nicat tapa bilər? İsa o zaman şagirdlərin bu sualına açıq bir cavab verməmişdi. Şagirdlərin gümanında varlı yəhudilər hamıdan əvvəl Tanrının padişahlığına girəcək idilər. Çünki varlı olduqlarına görə həmişə vaxtları var idi ki, ibadət üçün məbədə gəlsinlər. Qoyun quzunun lap yaxşılarını elə bunlar qurban edirdilər və Tanrının yolunda böyük miqdarda xəzinə sandığına pul qoyurdular. Onlar Tanrının dediklərini çox dəqiq yerinə yetirirdilər. Amma İsa'nın sözü onların düşündükləri ilə kamil fərq edirdi. Əziz dostlarım, Tanrının meyar məhəki biz insanların meyar məhəki ilə fərq edir.
Tarı hər şeydə əvvəl insanın ürəyinə baxır. Pərverdigarın yanında pulun miqdarı mühüm deyil. Mühüm olan budur ki, bu pul nə ürəklə onun huzuruna təqdim olur. Tarının bizim pulumuza ehtiyacı yoxdur. Tarının istədiyi budur ki, bizim onunla səhih rabitəmiz olsun. Bilirsiniz, pul insanın başına nə gətirir? İnsan tarının əvəzinə öz puluna etimad edir, öz puluna təvəkkül bağlayır və bütün rahatlığını, əmin amanlığını pulda görür. Və beləcə onunla pərverdigar arasında olan rabitə pozulub gedir. Qoyun İncildən sizin üçün bu barədə pula əsir olan bir adamdan nəql edin. Varlı bir adamın zəmisi bol məhsul verdi. Adam öz-özünə fikirləşdi, nə edeyim? Bu məhsulu ambar etmək üçün yerim yoxdur. Belə edərəm. Ambarlarımı söküb, böyük ambarlar tikərəm və bütün bu məhsulu orada ambar edərəm və canıma deyərəm, ey canım, ye, iç, kef et, çünki illər üçün çox məhsul ambar edibsən. Lakin tarı ona dedi, ey ağılsız adam, elə bu gecə sənin canını alacaqlar, bu illər yığdığın mal dövlət kimə qalacaq? Bilirsiniz, İsa bu hekayənin axırında ona nə əlavə etdi? Bu, o adamın aqibətidir ki, özü üçün tarının yanında xəzinə fərahəm etmir. Baxın, varlı olmaq pis deyil. Varlı olmaq günah deyil. Günah pulun çoxluğunda deyil. Günah bizim pulunla olan rabitəmizdədir. Pul o qədər qüdrətlidir ki, az bir zamanda insanın bütün vücuduna özünü hakim edir. İnsan pulun əsiri olur. Pul bahis olur ki, Tanrının sevgisi insanın ürəyindən çıxsın və onun yerini pul sevgisi doldursun. Biz Azərilərin bu barədə gözəl teatr əsərlərimiz var. Məşribadı ki, xatırlayırsınız. Pərverdigar bizim hər əməlimizdə əvvəl bizim ürəyimizə baxır. Onun üçündür də ki, insanın yaxşı əməlləri əgər pis niyyətinə olsa, Tanrının yanında ərzişi yoxdur. Tanrıya yaxın olmaq üçün, əzizlərim, lazımdır ki, onunla səhih rabitəmiz olsun. Və bu da ola bilməz, məgər bu ki, bu rabitə İsa Məsihin vəsiləsi ilə qurulsun. Gəlin ürəyimizə bir göz ataq, yaxşı bir zamandır. Baxaq görək, aya, Tanrı ilə belə bir rabitəmiz var.